Təqvasızlar nemətləri görmədiklərinə görə qəmlənirlər. Təqvasız adamlara baxın, hey deyir ki, nə filan şeyim yoxdur, filan nəyi var onu görmür. Amma təqvalıların qəmi nemətləri gördüklərinə görədir. Təqvalılar nemətləri görür, Allahın lütfünü görür, cavab verməyə çalışır, tam layiq cavab verə bilmir deyə qəmlənir. Nemətin cavabını verə bilməmək qəmidir. Bu qəm başqa aləmdir. Bu qəm başqa haldır insan üçün. Var nemət, ondan necə istifadə edeyim? Olmayanları görmür, nəyim yoxdur görmür. O qədər çoxdur ki, verilən nemətlər. Onları sayıb qurtara bilmir və hey təlaş içindədir ki, bunlarla necə eləyim, inkişaf eləyim? Axı, bu nemətlərə necə cavab verim? Dərdən, qabıqdan çıxır, tam da layiq olduğunu eləyə bilmir. Çünki heç kəs Allaha layiq ibadət eləyə bilməz. İslam Peyğəmbər dedi ki, mənim də Allahın rəhmətinə ehtiyacım var. Tabi bundan o yana söz yox. Heç kəs layiqli cavab verə bilməz. Əslində, ibadət bilirsiniz nə üçündür? İbadət bunun üçündür ki, insan başa düşsün ki, mən layiq olan cavabı verə bilmərəm. İbadət bunun üçündür. Ona görə deyirlər, ibadət eləyən insan daha təvazökar olur. Ne üçün? Hikmətin nədir? Ona görə ki, ibadət eləyən insana Allah nemət verir. Bu ona cavab verməyə çalışır ibadəti ilə. Cavab verdikcə Allah nemətini artırır. Bu cavab verir, o artırır və axırda başa düşür ki, heç nə eləyə bilmirəm. İbadət ona görə. İbadətsiz adam deyə bilər ki, nəsə eləyərəm. İbadət elədikcə ki, yola çıxır, Allah da artırır lütfünü, axırda təslim əlini qaldırır ki, mən ümumiyyətlə qadir deyiləm sənə cavab verim. Ona görə ibadət adamı daha təvazökar eləyir. Bax, qəm bunun qəmidir. Lütfünə, məhəbbətinə cavab verməmək qəmidir, onu bacarmamağın qəmidir. Ona görə deyir, qulubuhum məhzunə. Qəmləri budur ki, bu nemətlərdən necə eləyək, ali dərəcədə istifadə eləyək.